this match? Well, I have again congratulate my players especially. I think they came with very good attitude, with everything what we planned. They went and they put this performance, especially in the first half. Everything we planned, they executed. Up to 100%. Of course, congratulations to the fans, to the management, and. I think first half decided the game. We had our chances. We used them. We could have scored even more. I have to say that Zira also is really top team, and today they came with the plan and were very physical, especially in the first half. They also with result 2-0 they create one chance, with 3-0 another top chance, and luckily we didn't concede. And then second half was more balanced game. We had the ball and we didn't feel any threat, but none of the team I think created enough. Then we conceded a goal from set piece, but that was you know that for opponent is very difficult to score threes, and especially I believe after one or two better last passes, we could create even more danger at the end of the game. But it is as it is, and now is a difficult week because this week is only starting. Yes, for normal people, weekend, Saturday, Sunday, that's end of the week. For us, is the start of the week because today, starting, from this Saturday to next Sunday, we play 3 games. One is off now, 2 to go. So straight tomorrow we have training and we preparing for Kabbalah. Əvvəlcə mən bugünkü qalibiyyət münasibətilə oyunçularımı təbrik eləmək istəyirəm. Həqiqətən də onların oyuna yanaşması, davranışları bugün möhtəşəm idi. Demək olar ki, biz bugün nə planlaşdırmışdıqsa oyundan öncə hamısını bugün meydançada 100% icra eləyə bildik. Çox gözəl, çox möhtəşəm performans sərgilədik. Demək olar ki, oyunun taleyini artıq birinci hissədə həll olunmuşdu. Vurduğumuz qollardan sonra birinci hissədə daha çox qollar vura bilərdik, fərqlənə bilərdik. Amma onu da qeyd edək ki, Zirədə həqiqətən top möhtəşəm bir komandadır. Biz 2-0 hesabda öndə olarkən rəqibin ondan sonra da əlavə bir çox yaxşı qol fürsətləri oldu ki, ondan yararlana bilmədilər. İkinci hissə daha çox balanslaşdırılmış şəkildə bir oyun oldu. Rəqib yenə üzərimizə ikinci hissə daha çox gəlməyə başladı və standartlardan fərqləndilər və hesabı 3-1 oldu. Biz daha çox ikinci hissədə daha yaxşı təhlükələr yarada bilərdik. Sanki son ötürmələrimizdə bir balaca çatışmamazlıqlar var idi. İndi hal-hazırda biz bütün bunları unuduruq, çünki qarşıdan çox çətin həftə gəlir bizim üçün. Normal bir insanlar üçün əgər bu həftə sonları bir istirahətdirsə, bizdə artıq bu həftənin başlanğıcıdır. Çünki bu həftə ərzində biz bugün oynayırıq, sabah yenidən məşqlərimizə başlayırıq və bu həftə ərzində biz 3 çətin oyunumuz var ki, bunlardan ilki də 3-cü gün Qəbələyə qarşı oyun olacaq. Sağ olun. Bir şey de böyle bir deyim var ki, Galatasaraylılar Fenerbahçe'nin da Galatasaray'ın bu kadar daha çok ilerlemesini istiyorlar ki, çempiyonata başı karışmasın. Baş məşqçi Qarabağın, Qarabağla bağlı eyni bir arzusu yoktu. In Turkey, they have like expression that two teams, big teams, Galatasaray and Fenerbahçe. Fan of Galatasaray, they say that for them it's better that Fenerbahçe is always advanced in their European competition because it's better for the Galatasaray because they will more thinking about their European competitions. Also, we know that Karabakh, they are keeping their run in European League, in Champions League competition. Do you have the same thinking that they continue around, they more in there, and we have like more time to our championship? I'm so busy, thanks for the question, first of all. I'm so busy, to be involved in my team affairs and in the work that I really don't have time to think, about Karabakh and the European performances. I think really nobody
represents Azerbaijan than Karabakh this season. Then Karabakh, then they coach, and what they do is absolutely amazing job, really amazing. Anywhere you go around Europe, when you say you work in Azerbaijan, oh, Karabakh. So good luck to them. Congratulations on the passing to the next round. And I think in the local championship is really. I'm not worried. I'm not calculating all what they do. I'm just focusing on my team and on tomorrow's training now. Mən ilk öncə olaraq sizə suala görə təşəkkür edirəm, amma mən daha çox özümün komandası ilə məşğulam, daha çox öz komandama köklənmişəm. Həqiqətən də belə şeyləri düşünmək üçün bizim vaxtımız yoxdur. Mənə onların Avropadakı performansından düzdür, çox yaxşıdır onların Avropadakı performansı. Onları buna görə də təbrik edirəm, uğurlar arzulayıram. Qrupda artıq 2-24-də qaldı. Onun üçün də təbrik edirəm. Çünki biz hər dəfə Avropada Azərbaycan adını dedikdə ilk ağla Qarabağ gəlir və onlar da Qarabağda Azərbaycanı istər Qarabağın məşqçisi olsun, istər komandanın özü olsun, çox yaxşı bir şəkildə təmsil edirlər və Avropadakı performansları da bu il həqiqətən çox yaxşıdır. Başka sual olanlar? Başka sual olanlar? If there are more questions, thank you guys. Thank you.